Getirdim. Yemek yaptım bakın. Oley. Bakın. Ama az yine siz bölüşün giymedin. Ali gelin çare buradan. Alın. Biraz az yine siz yemedin Ali. Çok sağ ol bacı. Mən gedirəm iş axtarmağa indi. Daha çox yemək gətirəcəm sizə. Narahat olmayın. Yaxşı mədiş, yaxşı Ali. Bacı, Yaxşı. sana kim eləyək? Yo, siz burada qalın. Tamam. İş sizin üçün çox təhlükəli ola bilər ya da ağır gələ bilər. Sağ ol bacı. Sağ Dikkatli ol. ol bacı. İşin havanda olsun. Tamam, sağ ol Ali. Buradakı çöpləri qarışdırım. Mədinə gəl sənin daşıyım heç olmasa öyle sevin. Burada çörək tapdım. En azından yiyeyim bunu. Əslində ac yedim. Nom nom nom. Çox tatlıymış. Nom nom nom. Nom nom nom. En azından doydum yarım çörəklə. Yaxşı ki tapdım bunu. Burada bir restoran var. Həm də sahibiymiş deyəsən bu. Girdim bu cəhətə. En azından bəlkə iş taparam. Salam. Buyur. Mən Türkəm. Burada mənə görə iş var mı görəsən? Bəli, var. Nə işi? Garson. Mən burada yerləri də süpürə bilərəm. Müştərilərin də maraqlana bilərəm. Aylıq maaşım nə qədərdir? Aylıq maaşım 250. Yaxşıymış. Heç çoxdan yaxşıdır. Burada gedim üstümü dəyişdim. Ona qədər də yəqin ki müştərilər gələr. Dəyişdim. Baxım görüm kimsə gəlirmi? Garson. Buyurun hanımefendi. Xoş gəldiniz. Səfa gətirdiniz. Hoş gördük, hoş gördük. Mən bir karamelli dondurma üstüne de çeyrek olsun. Burada elə bir Tez dondur. olun biraz. Yaxşı. Elə bir dondurma yoxdur ki, nə desəm indi. Neysə, nəzən sadədən götürüm. Buna basmaq olmaz. İlk hizmet toplaşı bir restorana gideceğim. Bunu da doldurum buradan. Buyurun. Dondurmanızı getirdim. Ay düşdü əlimdən. Nəysə yenisini hazırlayayım mən buradan. Hizmet diye dondurmamı düşürür. Buyurun. Yenisini getirdim sizə. Al. Bir tadına bakın. Şey istəyirdiniz? Birincisi, ben karamelli dondurma üstünde de çeyrek istemiştim. Bu ise sade ve sütlü dondurmadır. İkincisi, Maksimum bu qədər var amma. o benim problemim değil artık. İkincisi de siz gələrkən dondurmayı yerə düşürdünüz. Ben Ya- sizi şikayet edeceğim. Hamının başına gələ bilər bu. Hayır, hamının başına gələ bilməz. Müdürünü çağır, tez ol. Müdür bəy sizinlə hanımefendi. Salam müdür. Sizin işinizden şikayetçiyim. Ya bu işini çıkardım ya da ki sizi... Yox, çıxartmayın. Bu işə çox ehtiyacım var. Bəli, mən də gördüm. Defol buradan. Səni heç kim istəmir burada. Heç olmayan pulumu verə bilərsiniz. Param harda yoxdur sənə. Haqsızlıq elədiniz amma. Bacardığımın ən yaxşısını etdim mən. Həm də. Gəldim. Mədinə, Əli. Bacı. Sizə çox pis xəbərim var. Nə oldu bacı? İş tapdım amma məni işdən qovdular. Ayda. Yemək yeyə Bir bilməyəcəyik. pismiş. Amma narahat olmayın, sizə bir yemək falan bulacağam və yeni iş tapacağam. Yaxşı bacı. Sağ olun. Marketdə çalışa bilərəm əslində. Kimsə varmı? Salam. Salam. Mən Türkəm, burada mənə görə bir iş var, görəsən. Bəli, satıcı var. Yerləri də süpürə bilərəm əslində. Satıcıda çox pis iş deyil, yəni qəşəng işdir mənə görə. Bəli, süpürə bilərsən yerlərdə. Aylıq maaşım nə qədərdir? Aylıq maaş 250. Tamam, o zaman mən buradan paltarımı geyinim. Paltarımı dəyişdim, gəldim. İndi işləyə bilərəm orada. Bəli, işləyə bilərsən. Siz istəyirsinizsə evinizə gələ bilərsiniz müdür bəy. Mənim arkada işim var. Tamam. Müştərilərə yaxşı bax. Biraz da yerlər süpürərəm. Çox qəşəng olar valla. Salam. Salam, buyurun, xoş gəldiniz. Bir neçə dənə ləvazimat alacaqdım evə.
Tamam, alabilirsiniz. Buradan market sərvətinizi götürün. İstediğiniz alışverişi eləyin. Tamam. Meyveler de təzə düzüldü. Burada içecekler falan da var. İstediğinizi alabilirsiniz. Çok sağ olun. Böyle içeceği götürün. Meyveler çok taze görünür. Da bizim müdürümüz dedi ki onlar hələm yeni gəlib, yəni dünən falan gəlib. Meyvelerden görünür ne kadar taze olduğu. Təzə. Burada pizza da var. Bu da yeni bişirildi. Siz hansı konuda yardımcı ola bilərəm? Siz hansı mövzuda yardımcı ola bilərəm? Bu kadar aldım ben. Tamam, o zaman ödeyin buradan. Gelin. Çık. Ödediniz. İndi ben size poşeti verim. Tamam. Doldurdum onu. Alın. Poşet koyalım. Buyurun. Çok sağ olun. Görüşürüz yine. Görüşene dek. Gözləyirik sizi bir səfər, iki dəfə. Gülşən, Bəli müdür bəy. kameradan gördüm. Yaxşı işləmişsən. İndi buralarda süpürəcəm. Digər müştərilərin də gəlməsini gözləyirəm. Süpürgəni aldım, indi süpürürəm. Ay, bağışlayın. Buraların tozunu da al. Sən çox yaxşı işlədin. Sənə 250 manat düşmür. Sənə 500 manat düşür. Çox sağ olun. Sizə nə qədər təşəkkür etsəm azdır. Bu arada mənim qardaşım və bacım biraz acdı. Yəni çox acdılar. 2-3 gündür yemək yemirlər. Onlara buradan bir şey apara bilərəm, nə bilim meyvədən zaddan, çörək falan. Əlbəttə apara bilərsən. Çox sağ olun. Siz çox yaxşı adamsınız. Sən sağ ol. Bugün çox sevinirəm. Yuppi. Yığım. Onlar çox acdı indi. Ne bileyim, almadan buradan banan seç. Alma. Pizza ve çipsi. Tamam. Ama ben bir oğru değilim. Ona görə də bura pulunu koyayım. Çık. Tamam. Mədinə, Əli. Hə bacı. Mədinə. Hıhı. Səsim oraya qədər getdi görəsən. Sizə yeməklər getirdim. Çox qəşəng iş tapdım. Aya 500 alıram həm də. Oley. Bu pulla sizə yeni kıyafetler alacağım, pullar verəcəm. Hətta yeməklər belə edəcəm. Çox qəşəng yeməklər hazırlayacağım sizə. Yeni evimiz də olacaq, kirayə edəcəm ev. İndi istədiyiniz yeməyi yeyin bu poşetin içindən. Gəlin. Artık aç kalmayacağız bacı. Yox, qalmayasınız. İstədiyinizi yeyin, götürün. Əli pizza falan götür buradan. Alma da var, banan da var, çipsi, hər şey var. Nə istəyirsinizsə var. Hadi alsana sen de. Bacı ben süt almam. Tamam. Her şeyi koydum bunun içine. Benim müdürüm de çok qəşəng müdürdür. Alma da alım yiyeyim. Çok şanslıyıq. Gəlin sizə indi paltar alaq. Artıq zənginiz. Huppi. Mədinə, Əli gəlin. Gelin bacı. Çok sevinirəm. Bugün həyatımın ən qəşəng günüdür. Yeni bir işimiz var. Artıq sizə hər gün yemək gətirə bilərəm. Gəlin, qalxın yuxarı. Ali tez Yuxarı ol. qalxın. Paltar alırıq. Paltar alırıq Ali. Ali gəl sən burada geyin. Bura oğlan atır. Gəl biz gedək. Narahat olma, artıq zənginik. Buradan istədiyin paltarları seçə bilərsən. Mən də seçirəm. Bunu. Aldıqlarınızı mən ödəyəcəm zaten. Qorxmayın. İstədiyinizi ala bilərsiniz. Şalvar. Gəlmədik. Bütün hər şeyi aldıq. Əli sənkiləri də götürüb paketləyək. Çıx. Hə. Aa, Pulunu da ödədik zaten. Mən ödədim hər şeyin. Gəlin. Ən qəşəng markalardan şey aldı. İndi evimizə gedək. Gəl Mədiş. Mədiş arxada qalma. Gəlirəm bacı. Yuppi. Sizə yeni bir ev çağıracağım. Artıq bir evimiz də var isti. Birazdan qışlar işidik. Onun üçün çox qəşəng bir qış evi aldı. Baxın dostlar, indi Mədinə, Əli, qardaşım və bacım, sizlərə indi burada yemək hazırladım. Dünyanın ən qəşəng yeməyini yeyəcəyik. Bacı artıq televizorumuz da var. Televizor baxıram. Oyuncaqlar da alacağım sizə. Narahat olmayın, Mədiş sənə. Barbie istəmişdin məndən. Bax qaqa. Yuppi.